Düzgün qablaşdırılmayan yük faciəyə səbəb olub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən yükün dağılmasının qarşısını almaq məqsədi ilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb. Bu zaman həmin zolaqda hərəkətdə olan Avatar markalı avtomobilin sürücüsü Pərviz Qəribov güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini, həyat yoldaşı isə xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, bagaj daşınması qaydalarını ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu anlamağa çağırır.